Siz inanırsınız, bu virus anekdotlardan qırağından keçə bilmədim və qabaqcadan sizdən üzr istəyirəm və onlardan birini bugün sizə danışacağam. Bir 18 yaşında olan oğlan gedir hərbi komissariata tibbi komissiyanı keçməyə. Bunun fikri odur ki, hərbi xidmətdən azad olmağa. İndi bütün komissiyanı keçib, qalıb indi axırıncı şans görmə testi keçməyə. Girir indi okulistin otağına və görür ki, qabağına çıxır bir cavan, qəşəng xanım ağ xalatda. Götürür stolun üstündən göstəricini, yaxınlaşır divardakı plakata, başlayır bir-bir hərfləri göstərməyə. Bunu görürsən? Yox. Bunu görürsən? Yox. Bəs bunu, onu da yox. Bəs eynək nöş geymirsən? Utanıram doktor. Hamı sonra mənə barmaq göstərəcəklər, deyəcəklər ki, bu nədir? Eynəklə gəlib hərbi xidməti göstərməyə. Kimdir bunu bura çağıran? Doktor da göstəricini qoyur stolun üstünə və başlayır öz xalatında bir-bir düymələri açmağa. Birdən görür ki, bunun şalvarında dəyişiklik var. Deməli, sən indi məni də görmürsən? Yox, doktor, sizi də görmürəm. Bəs bu nədir? Göstərir şalvarını. Ay doktor, mən neyniyim? Mən yazıq neyniyim? Mənim öz başım var, onun isə öz. Uğurlar.